Boy gerilikləri ilk növbədə sağlamlıq problemidir. Yəni uşağın orqanizmində nəsə çatışmazlıq var ki, hansısa bir xəstəliyi var ki, boyu geridir. Endokrin sistem xəstəliklərindən əlavə. Ona görə haqlı olaraq izləyici sual verir ki, bəs hansı xəstəliklərdə pediatrik səbəblərdən uşağın boyu geri qala bilər? İlk növbədə psixososial faktorlar, ailədə gərginlik, uşağın sosial durumu, maddi durum zəifdirsə, bu halda boy geri qala bilər və qidalanma çatışmazlığı ən başlıca səbəblər bunlardır. Qida, vitaminli qidalar, bir tərəfli qidalanma varsa, uşağın boyu təbii ki, geri qalacaq. Bundan başqa, istənilən orqan sistemin problemləri, məsələn, böyrək çatışmazlığı varsa, qaraciyər xəstəlikləri varsa, ciddi bir virus infeksiyaları varsa, qan xəstəlikləri varsa və yaxud da mübadilə problemləri varsa, ən başlıca həzm sistemi problemləri varsa, seliakiya, hansısa ferment çatışmazlığı və s. bunlar varsa, uşağın boyu da geri qalacaq və məhz ona görə də getdiyiniz mütəxəssis uşaq endokrinoloqu olmalıdır ki, ilk növbədə pediatrik xəstəliklər inkar olunsun.